Bəli, bugün bir xeyli fərqli mövzuya mən toxunacağam. Niyə fərqli mövzuya toxunacağam deyəcəksiniz ki, sən də bütün mövzuları qarma-qarışıq elədin. Sührəverdinin həyatı, ustadların həyat baxışı, nə bilim, ondan sonra ustadları adi insanlardan ayıran cəhətlər və s. və ilə axır. İdarə heyətimiz belə bir qərar aldı ki, yaz sezonunda bilirsiniz bizim dərslər təşkil olunacaq. Ozan Media qrupunun sədri çox hörmətli Əli müəllim qeyd elədi ki, yayda Mail Yaqub çox böyük şəxsiyyət, ondan sonra Mehmet Yıldız böyük alim və mən dərslərimiz olacaq. Yaz boyunca sizi tək qoymamaq üçün, sizi bilgisiz türklərinki olmasın. Bilgisiz qoymamaq üçün biz bu dərsləri təşkil etdik. Amma bu ərəfələrdə, əziz dostlar və əziz izləyicilər, bu ərəfələrdə mən o mövzuyu yaz dönəminə saxlayıram deyə, yaz dönəmində istəyirəm. Çünki hərəsi uzun mövzudur elə. Mən elə yay dönəmində yeni sezona kimi elə ancaq qutaracam. Ona görə istəyirəm ki, o mövzuları mən sezondan sonra 3 bölüm qalıbdır, elə 3-4 bölüm. Elə 3-4 bölüm mən istəyirəm tənhalıq və təkəmmül arasındakı fərq, təkamül, tənhalıqla təkamül arasındakı fərq mövzusunda mən danışım. Bilmirəm, xoşunuza gəlirmi? Yaxşı mövzudur, pis mövzudur. İndi dostlarım qulaq asır, dinləyir. Bugün də biz istəyirik ki, bu mövzu haqqında danışaq. Elə istəyirəm ki, keçək verilişimizin, dərsimizin birinci şeyinə. Başlığımız budur, birinci başlıq. Mövzunun əhəmiyyəti. Mövzunun əhəmiyyəti haqqında biz sizlərə məlumat verəcəyik bu yerdə. Ümumiyyətcə, məsəl üçün biz Avropa ölkələri olsun, Amerika ölkələri olsun və bir çox şərq, digər ölkələr olsun, bu ölkələrdə nə qədər həyat, necə deyərlər, yaşam şərtləri nə qədər yüksək olsa belə, orada görürsünüz ki, daxili böhran yaşanır. Yəni, insanlar xoşbəxt deyirlər. Yəni, ümidsizlik, bunu biz ümidsizliklə də uzlaşdıra bilərik. Çünki hər nə qədər sənin malın olsun, pulun olsun və yaxud da bir şəraitin olsun, nə qədər güclü olarsa olsun, sanki daxili aləmində nəsə çatışmayan bir cəhətin var. Deyilmi dostum? Bunu bilirik, ham da bilir. Nəsə elə bir çatmır, bilmirəm sizdə olub-olmayıb bu. Elə bir vaxt olubmu ki, hər şey qaydasında da içinizdə nəsə xoşbəxt deyilsiniz, nəsə bir problem var, amma bilmirsiniz nə problemdir. Mən elə bilirəm ki, mən də içində olmaqla hamımızda olub. Biz istəyirik ki, bugün bunun dərinliyinə gedək. Yəni, ümidsizlik yaradan, yəni ümidsizliyi gətirən faktorlar, yəni ümidsizlik yaradan faktorlar haqqında biz bugün danışmalıyıq. Yəni, tənhalıqla təkamül arasındakı incə məqamları, o incə fərqləri biz bilməliyik ki, insanın hər cür şəraiti, hər cür istədiyi əlində olsa belə, o daxili böhranın yaranmasına səbəb nədir? Səbəbi biləndən sonra, o, elə bil ki, Lori dildə desə, o daxili yarayı biz sağalda bilərik, bəli. Mövzunun əhəmiyyəti budur ki, həmən bu başladığımız mövzunun əhəmiyyəti. Bugün insan informasiya içində boğulsa da daxili səssizliyə həsrət qalıb. Müasir dönəmin bir çox tələbləri var. Gün içərisində insanın məşğuliyyəti də çoxdur. İnsanın əldə etməli olduğu bir çox, məsəl üçün, kimisi gəlir əldə etmək üçün səhər çıxır, axşam gəlir. Kimisində fərqli, məsəl üçün, uşaqdan böyüyə qədər uşaq məktəbə gedir təhsili üçün, təhsil almaq üçün. Oxuyur, məsəl üçün, böyüklər də işləməyə gedir və ilaxır. Yəni, günlük həyatımız çox çətinliklərlə keçir. O dillərə keçmə-keçli keçir. Səbəb nədir? Səbəb nədir? Ehtiyac budur. Belə olmasa, insan ehtiyaclarını ödəyə bilməz. Ona görə də biz bu günləri hər şey əlimizin altında olsa belə, sünni intellekt dövrüdür. İnformasiya içərisində, bugün insan informasiya içində boğulsa belə, yenə də daxili səssizliyə nə qalıb?
Həsrət qalıb. Burayı diqqətlə dinləyin, xahiş edirəm. Həsrət qalıb. Bəs niyə insan xoşbəxt deyil, insanın əlində nə olsa belə yenə də o deyirlər, bizim söz var, həmişə deyirik, o effekti vermir. Qardaşım, niyə o effekti vermir? Çünki insan öz daxili aləminə müraciət eləmir. İlk səbəb bundan ibarətdir. Heç nə vaxt siz Allah, mən də içində olmaqla, dost qardaşım, nə vaxt belə oturub, özünüzlə danışmışsınız, öz daxili aləminizlə nə vaxt ünsiyyət qurmusunuz axırıncı dəfə? Yadınıza gəlmir. Bir tarix deyin görüm, deyə bu yaxınlarda olmuşdu. Necə olmuşdu o da? Öz-özünüzə. Niyə belə oldu? Ondan sonra özünüzdə xeyli dəyişiklik hiss elədinizmi? Hiss eləmədiniz. Necə hiss eləmədiniz heç bir? Yəni, o daxili problemlərin üstəsindən gələnmədiniz, eləmi? Səbəb var. Çünki siz sadəcə özünüzə sual vermişsiniz. Diqqətlə, özünüzə sual vermişsiniz. Siz məsəl üçün bu problemin altına, problemin nə olduğunu bilmişsiniz, amma problemin üstəsindən gəlməyin yollarını axtarmayıbsınız. Budur, məsəl üçün atıram. Buradan 1 kilometr mən yol məsafə. Buradan 1 kilometr yol getməliyəm, tutaq ki deyirəm. 1 kilometr yol getməliyəm. Amma məsəl üçün deyək ki, ayaqlarım ağrıyır, belə deyək. Deyirəm ki, ayaqlarım ağrıyır, eləyənmərəm. Niyə gedənmərəm? Baxın, belə deyək. İlk öncə özümə sual verirəm. Bax, sizdəki səhv deyilmiyim, əstağfurullah. Və o problemi ki, bayaq da mənə qardaşım sual verdi ki, qardaş, dərsə başlamamışdan qabaq belə dedim, otu kamerayı başladı, ondan sonra mən cavablarını deyəcəm sənə. Elə bil ki, ayağım ağrıyır. Bunu da etməlisən. Sual verirsən ki, bu 1 kilometr yolu mən niyə yeriyə bilmirəm? Niyə yeriyə bilmirəm? Özünə sual verirsiniz. Sualın cavabını da belə alırsınız ki, səbəb deyirlər. O səbəb-nəticə əlaqəsini biz bərpa etməliyik. Səbəb olaraq nə alırsınız? Səbəbiniz də o olur ki, ayağım ağrıdığı üçün mən o yolu gedə bilmərəm. Bununla da problem çözüldü mü? Yox. Çözülmür. Sən o yolu yeriməlisən. Sən sadəcə səbəbini tapdın, nəticəyə gəlmədin hələ. Bax, səni rahatlandıran məqam, səni rahata, hüzura qovuşduracaq məqam ondan ibarətdir ki, mən ayağım ağrıyır. Özünə sən onu çatdırmalısan ki, məsəl üçün, ayağım ağrıyır, amma o yolu getməliyəm. Niyə getməliyəm? Çünki o yolu getsəm, mənim ayaqlarım açılacaq. Tutaq ki, mən ayaqlarımın ağrısı gedəcək. Gördünüzmü? Burada rahatlığa qovuşduq. İnsanam, oturam, deyirəm, məsəl üçün, yeriməliyəm. Fikirləşirəm, amma içimdə nəsə bir problem var. Deyirəm, ay Allah, nədir problemim? Oturam, deyirəm ki, ay, gördün, tapdım, ayağım ağrıyır, mən yeriyənmərəm. Sonra da fikirləşdim ki, necə mən bunun üstəsindən gələ bilərəm, yeriməliyəm axı. Deyirəm ki, yerisəm, ayaqlarımın ağrısı keçəcək. Özümə təsəlli verirəm. Deməli, yeriyəndən sonra hüzura qavuşacağam. Başlayıram yeriməyə. Hər nə qədər çətin belə olsa. Ümumiyyətcə, çətinə düşmədiyimiz zaman heç bir zaman uğur qazana bilmərik. Bizi çətinlik hər zaman bizlər üçün lazımi bir prosesdir. Bunu bilməliyik. İnsan çətinliklə yoğrulur, kamil olur, ustadlıqdır. Heç bir asan yolu getməklə biz uğur qazana bilərikmi? Qazana bilmərik. Bax, bilirsiniz. Ona görə də nə başa düşdünüz bugünkü dərsdən? Siz Allah bir şey başa düşə bildiniz. Mən nə dedim məsəl üçün? Yadınızda qalan. Yəni, səbəb, nəticə arasındakı sualı verməlisən. Məsəl üçün, mən niyə zəifəm? Falan bir iş olub. Mən niyə zəifəm? Zəifliyimin səbəbi budur. Məsəl üçün, tənbələm. Niyə tənbələm? Mən tənbəliyə qərq eləyən nədir? Nə bilim, telefonla oynayıram, nə bilim, çöldə oynayıram, nə bilim, neyniyirəm, misal üçün deyirəm də, misal verirəm. Deməli, neynəməliyəm? Bunu kifayət qədər azaltmalıyam ki, neynim uğura çata bilim, uğur qazana bilim. Budur. Mövzumuzun əhəmiyyətinə keçim. Mövzumuzun əhəmiyyəti bugün insan informasiya içində boğulsa da daxili səssizliyə həsrət qalıb. İnsan özünə sual vermir, özü ilə iç-içə qalıb, özü ilə söhbət etmir.
Texnologiya, sosial şəbəkələr və gündəlik səs-küy insanı daim xarici dünyaya bağlayır. Xarici dünya nədir? Bax, bu xarici dünya. Daxili dünya haraydı? Bura. Bildiniz mi? Xarici dünya haraydı? Bəli. Daxili dünya haraydı? İç. Bunları yazın, öyrənin. Texnologiya, sosial şəbəkələr və gündəlik səs-küy insanı daima xarici dünyaya bağlayır. Burada nöqtə qoyduq mu? Nöqtəyə qoyduq. Lakin bu səslər içində insan öz daxili səsini, vicdanını, ruhunun ehtiyacını eşidə bilmir. Vaxt ayıra bilmir, əziz və dəyərli izləyicilər, özünə vaxt ayıra bilmir. Yəni, bu səslər, bu səsküydə, bu hayküydə insan öz daxili aləminə müraciət eləyə bilmir. Öz daxili aləminin, vicdanının, ruhunun səsini, ehtiyacını eşidib ona cavab verə bilmir. Bunun nəticəsində də nə olur? İnsan daxili böhran yaşayır, insan daxili səssizliyə həsrət qalır. Mövzumuz da belə idi ki, baxın bunu deyim mən sizə birinci, tənhalıqla təkəmmül arasındakı incə fərqi anlamaq özünü dərkə ilk addımdır. Məsəl üçün, mən bir qərb mütəfəkkirlərindən birinin keçən dəfə, səhər, dünən, axşam idi, oxudum bir məqalə idi. Orada yazılmışdı ki, qərb mütəfəkkirlərində insanda ona yaxın istedad var. Və insan bu istedadı anlamaq, bu istedadı kəşf etmək üçün öz daxili aləminə müraciət etməlidir. Başa düşdünüzmü? Nə etməlidir? Öz daxili aləminə müraciət etməlidir. Tənhalıq, təkamül arasındakı incə fərqi anlamaq da budur. Yəni, bugünkü mövzumuz nə idi? Tənhalıqla təkamül arasındakı fərqdir. Bu fərqi anlamalıyıq. Bu fərqi anlamaq üçün insan ilk öncə özünü dərki bilməlidir. Özünü dərk etməlidir insan, özünü. İndi sual verə bilərsiniz ki, özünü dərk necə olur? Özünü dərki biz necə edə bilərik? Ki, bu da həqiqətən də böyük mövzudur bu da. Bunun özü də çox gözəl, dərin bir mövzudur. Yəni, özünü dərk necə olur? Tənhalıqla təkamül arasındakı fərqi anlamaq istəyiriksə, özünü dərki başa düşməliyik. Özünü dərki də anlamaq üçün inkişaf mərhələləri var. Biz bu inkişaf mərhələlərini başa düşməliyik, inkişaf mərhələləri haqqında. Birinci əsas aspektlər var. Bu aspektləri biz nəzərdən keçirməliyik, dostlar. Birincisi buydu. Daxili, yəni fərdi özünü dərk. Öz düşüncə, duyğu və dəyərlərin fərqinə varmaq. Yəni, mən niyə belə hiss edirəm? Niyə belə düşünürəm? Suallarını insan özünə verməlidir. Bildik mi? Bildik. 2. Xarici, ictimai özünü dərk. Başqalarının səni necə qəbul etdiyini anlamaq, sənin hərəkətlərin onların üzərində hansı təsir olduğunu görmək lazımdır. Məsələn, nə tər deyə bilərəm? Başqa bir misal deyirəm. Məsəl üçün, cəmiyyət içərisində sən necə tanınırsan? Cəmiyyət içərisində, məsəl üçün, hər hansısa bir məclisdə sənə necə dəyər verirlər? Sənə durub, gəl, usta burada otur, orada mı otur deyirlər, yoxsa elə salam əleyki, əleyki salam deyilib keçirlər. Bax, burada özünü dərki biz başa düşə bilərik. Bu incə məqamlara biz baxmalıyıq. Bir digər inkişaf mərhələsi var, aspektlər var. Bu da Philip Rokata görə, yəni böyük alimlərdən də o da, onun da inkişaf mərhələləri haqqında öz düşüncəsi var. 6 xüsusiyyəti var. Mən bu 6 xüsusiyyət haqqında danışmaq istəyirəm. 1. Qısadır, uzatmıram. Birincisi, konfizyonal. Mən kiməm? Mən kiməm? Böyük bir mövzudur. Hər adam bunu bacara bilmir. Mən kiməm? Bunu bilməliyik. İkincisi, fərqləndirmə. Fərqləndirməyə nədir? Mən və ətrafın arasındakı olan fərq. Məsəl üçün, sənlə mənim aramda
olan fərq nədir? Hansımız daha üstünük? İnkişaf cəhətdən olsun, zehin cəhətdən olsun, güc cəhətdən olsun, nə bilim, ictimai xidmət, sosial tərəfindən olsun, tartmaq lazımdır. Ondan sonra, məsələn, filan kəs, məsələn, qardaş məndən üstündür, deməli, neynəməliyəm? Rəqabət aparmalıyam. Bu şirin rəqabətdir. Belə rəqabətlər aparmaq lazımdır ki, mən də o dərəcəyə gəlib çata bilim. Özünü tanımalısan. Bu. Üçüncüsü, buydu ki, üçüncüsü tanımaq. Güzgüdə özünü anlamaq. Güzgüdə özünü görmək. Sual verə bilərsiniz ki, bu nə danışıqdır? Mən güzgüdə bu dəm baxım özümü görməyəcəmmi? Burayı görmək, burayı gör. İçi gör, o güzgüdür. Qəlbin aynasını gör. Qəlbin əks təsir edib sənə özünü göstərir. Gör sən kimsən. Bunları bilməliyik. Bir digər xüsusiyyətimiz də budur ki, meta özünü dərk. Meta özünü dərk nədir? Həm özünə, həm başqalarının baxışı ilə məni görmək. Sən məni nətər tanıyırsan, tutaq ki, qardaş, sual verirəm, mən nətər bir insanım, məni siz necə tanıyırsınız? Sual verdim, cavablandırım. Mən siz necə tanıyırsınız bir şəxs, insan olaraq? Yaxşı. Deyirsiniz, sizi yaxşı, həm qısa dediniz, sizi yaxşı bir insan olaraq tanıyırım. Yox, estağfurullah, müəllim ustad kimi çox var ora. Yəni, həm özünə, həm başqalarının baxışı ilə məni görmək, sadəcə öz daxili aləminə yox. Gör, xaricdə sən nətər tanıyırlar. Biz buna da, necə deyərlər, biz buna da fikir verməliyik, biz buna da fikir vermək üçün çalışmalıyıq. Bunun faydaları haqqında danışmış olacaqsa, bunun faydaları nədir? Faydaları duyğusal idarə etmə, emosiyalarına nəzarət etmək asanlaşır. Bir digəri faydaları haqqında ünsiyyət bacarığı, daha empatik və anlayışlı olursa, kitab oxumaq kimi. Kitab oxumaq kimi biz bunu başa düşə bilərik. Bir digəri qərar vermə. Qərar vermə güclü və zəif tərəflərini tanıdıqca daha məqsədə uyğun seçim edə bilərsən. Ona görə də biz hər daim zəif və güclü tərəflərimizi bilməliyik. Zəif tərəflərimiz nədir? Güclü tərəflərimiz nədir? Biz ilk öncə bunu bilməliyik və zəif tərəflərimizi inkişaf etdirmək üçün çalışmalıyıq ki, daha sonradan daha məqsədə uyğun seçim edə bilək. Bu yaxşıdır. Bir digəri isə şəxsi inkişaf. Şəxsi inkişaf da odur ki, özünü daha obyektiv dərk etməklə dəyişmək, formalaşmaq asanlaşdırır. İndi deyə bilər ki, tənhalıqla təkəmmül arasında fərq haqqında biz dedik ki, ilk öncə nə etməlisən? Özünü tanımalısan, özünü bilməlisən. Biz bu haqda həmən o aspektləri, yəni həmən o maddələri, müddəaları biz saydıq. İndi belə bir sual yarana bilər ki, özünü dərki gücləndirmək necə olur? Özünü dərk üçün gücləndirməyin 6 dənə mən inşallah bugün 6 metodlarını deyəcəyik. 1. Hər zaman olduğu kimi hədəf. Bu haqda danışmayacağam. Çünki mən valla dəhşət çox danışmışam bu haqda. Əvvəlki verilişlərə deyinə bilərsiniz. Bundan elə əvvəlki bütün verilişlərdə mən elə başa düşürəm, kifayət qədər bu mövzuda danışdım. İlk, məqsəd qoy, nə qədər özünü tanımaq istədiyini müəyyənləşdir. Biz özümüzü belə baxarıq, tanımırıq. Valla, dəqiq heç birimiz tanımırıq. 2. İntrospeksiya və təfəkkür. Vaxt apararaq daxili aləminizi analiz edin. Ki, məndə hansı istedadlar var və bu istedadları necə üzə çıxarda bilərəm bu haqda. 3. Jurnal apar, yəni yazmaqla hisslərini başa düşməklə çox faydalıdır. Yəni, hədəfə gedən yolda biz özümüzə elə bil ki, o hədəf üçün bir proqram tərtib etməliyik. Gündəlik bizim proqramlarımız olmalıdır və o proqramlara nəzərən biz işləməliyik. O proqramlarla biz işləməliyik. 4-cüsü, meditasiya və diqqət məşqləri və zehni sakitləşdirib diqqətini artırmaqla duyğulara fərqindəlik artır. Biz bunu bacara bilərik, biz bunu eləyə bilərik.
Güzgü və ictimai əks mərhələləri, elə bil ki, güzgü və ictimai əks mərhələləri haqqında biz bunu bildirə bilərik ki, güzgüdə davranış və ifadələri izləmək həmçinin başqalarına geri bildirim almaq kimi ola bilər. Sonuncusu isə etibarlı rəylər. Etibar rəyən, yəni dost və iş yoldaşlarından səmimi şəkildə sənin haqqındakı fikirlərini soruş. Özünü inam haqqında nəticəmizə gəldirik. Ondan sonra, çünki tənhalıqla təkamül arasındakı fərqdə bunu eləməsək, bu mövzuyu da heç baxmayın. Ona görə nəticəmizə gəldik. Nəticəmiz isə budur ki, özünü dərk həm şəxsiyyətin, həm də xarici təəssüratın anlaşılmasıdır. Bu proses uzun müddətli, mərhələli və məqsədyönlü şəkildə aparılsa, həyatın müxtəlif sahələrində emosional, sabitlik, qarşılıqlı ünsiyyət, qərar vermə və ümumilikdə həyat keyfiyyətində ciddi irəliləyiş əldə etmək olar. Bildikmi? Bildik. İndi buna əməl edin. Buna əməl etdikdən sonra bu mövzuyu qəşəng qavrayacaqsınız. Bu dərin bir mövzudur. Daxili aləmimizə seyr eləyirik, daxili aləmimizə giriş eləyirik. Oradan verilən sizə bir 10 dəqiqəyə Saz salaq, yaxşı. 15 dəqiqədən sonra. Eləmi? Baş üstə, mənim gözüm üstə. Və bundan sonraki biz dedik ki, insan özünü dərk etməlidir. Mən bu haqda danışdıq, əziz və çox hörmətli şəxsiyyətlərimiz, izləyicilərimiz. Özünü inam haqqında mən elə başa düşürəm, biz başa düşdük. Özünü inam haqqında başa düşdük. Tənhalıq. Bunu deyim ki, ümumiyyətcə, tənhalıq insanı itirə bilər. Amma təkamül onu tapdırar. İncə məqam. Nə dedim, bir də təkrar eləyirəm. Tənhalıq insanı itirə bilər, amma təkamül onu tapdırar. İzahını da mən belə verə bilərəm ki, tənhalığın yönü yoxdursa, tənhalığın yönü yoxdursa, yəni niyə tənha olduğunu, niyə sıxıldığını bilmirsənsə, bu ruhu zədələyə bilər. Bayaq dedim, insan hər şey var, amma çatışmayan nəsə var ki, mən niyə sıxılıram? Xeyr, bu ruhu zədələyə bilər, ruha ciddi bir zərbə vurar. Amma məqsədli şəkildə yaşanmış təkamül insanı öz məninə, öz daxili aləminə aparar. Başa düşdünüzmü bu hissəni? Bir də təkrar eləyirəm ki, yəni tənhalığın heç bir yönü yoxdursa, ruhu zədələyə bilər bu. Amma məqsədli şəkildə yaşanmış təkamül insanı öz məninə aparar. Birinci mövzumuz nə idi? Mövzunun əhəmiyyəti mövzuydu və özünü tanıma haqqındaydı. İlk mövzumuz deməli, özünü tanıma haqqında danışdıq. İkinci başlığımız da tənhalığın mahiyyəti. Tənhalığın mahiyyətidir ikinci başlığımız. Bunu da danışım, mən keçirəm saz arasına inşallah. Tənhalığın mahiyyəti. Ümumiyyətcə, tənhalıq necə yarana bilər? Buna biz birinci deyinək. Tənhalıq sosial və mənəvi əlaqələrin yoxluğu nəticəsində yaranan daxili boşluqdur. Nə idi tənhalıq? Sosial və mənəvi əlaqələrin yoxluğu nəticəsində yaranan boşluğa nə deyilir? Tənhalıq deyilir. Bunu da bilmək lazımdır. Tənhalıq deyilir. Yəni, bunu biz belə izah verə bilərik ki, tərifimizə mən belə izah verim ki, insan təbiəti etibarilə sosial varlıqdır. İnsan təbiəti. İnsan təbiəti etibarilə sosial varlıqdır. Sevilmək, yəni varlıqdır. Sevilmək, insan hər zaman sevilmək, danışılmaq və anlaşılmaq istəyir. Gedir də vaxt. Danışılmaq istəyir insan hər zaman. Yəni, nəyə görə? Çünki insan sevilməsə, insan danışmasa, insan anlaşmasa, insan ünsiyyət qurmasa, yəni bu bağlar qopsa, ruhda böyük bir boşluq yaranır və bu zədə də, ruha dəymiş bu zədə də get-gedə insanı intihara sürüklüyür. Burada da heç bir psixologun effekti ola bilməz. Heç bir effekt nə edə bilməz? Verə bilməz. Ona görə də
Hər zaman əlaqə qurmaq, rabitə qurmaq çox mühümdür ki, rabitə qurmağın da yolunu bilməlidir insan. Digərimiz elə bil ki, mövzumuz da buydu ki, tənhalıq bəzən həyatın gətirdiyi, bəzən insanın seçmədiyi bir haldır. Təkamül nə idi? Bəzən həyatın gətirdiyi, yəni bu qədər deyirlər, qismət. Bəzən qismət mövzusu da doğru dildə desək, bəzən isə insanın seçmədiyi bir haldır. Yəni, hər şey yerindədir, niyə mən daxili boşluğum var? Niyə mən xoşbəxt deyiləm? Tam xoşbəxt ola bilmirəm. Nəsə bir boşluq var. Budur. İzah da belə verə bilərik ki, əziz və dəyərli izləyicilər, izahımız da belə ola bilər ki, bəzən insan dostları tərəfindən tərk olunur. Bəzən də sadəcə anlaşılmadığı üçün tək qalır. Bu incə məqamları bilməliyik. İnsanlar dostları tərəfindən də tərk ola bilər, insanlar anlaşılmadığı üçün də tək qala bilər. Bu hal davamlı olduqda insan depressiyaya, ümidsizliyə, hətta sonunda intihara qədər sürüklənə bilər. Ümidsizliklə depressiyadan da çıxmaq çox böyük bir fədakarlıq tələb eləyir. Yəni, bu halın davamlılığı insanı uçuruma qədər sürükləyə bilər. Mən bunu demək istəyirəm. Niyə? İzahına baxarsaq, çünki insan nə qədər çox özünə qapanarsa, biri var daxili aləmdən özünlə danışmaq, bir də var qapanmaq. Bu ayrı-ayrı. Mən növbəti dərslərimizdə bu haqda kifayət qədər sizə məlumat verəcəm inşallah. Çünki insan nə qədər özünə qapanarsa, o qədər gerçəkliyi itirir. Hətta öz dəyərini belə itirir. Öz dəyərini belə itirir. Özündə heç bir ümid görmür. Gələcəyə dair heç bir ümid görmür. Hətta o dərəcəyə gəlir ki, deyir ki, öləndə də olsa topraq olub gedəcək, yox olacaq deyir. Bu həqiqətən də insan üçün insana böyük zərbə vurur bu. Doğruda da bu insana böyük zərbə vurur. Ona görə də hər zaman insan nə qədər özünə qapanarsa, o qədər gerçəkliyi itilər. Çalışın, bu incə məqamı tutmağa çalışın ki, mən o incə məqamı da nəyə deyirəm ki, sadəcə və sadəcə, baxın, bunu mən deyim, biləsiniz. Öz daxili aləmlə rabitə, daxili aləmlə ünsiyyət qurmaq və ünsiyyət qurmaqla deməli, daxili aləmlə ünsiyyət qurmaqla özünə qapanmağın, üzr istəyirəm, biraz diqqətim pozuldu, özünə qapanmağın arasındakı fərqlər böyükdür. Yəni, indi mən belə danışdım, gedib bütün günü oturub öz-özünə otaqda danışmayın. Bunun da sonu yaxşı deyil, mən bunu demək istədim. Başa düşürsünüzmü? Ona görə, ikinci başlığımızı da mən burada qutarım, tənhalığın mahiyyəti haqqında danışdıq. Tənhalıq nə idi dedik? Sosial və mənəvi əlaqələrin yoxluğu nəticəsində yaranan daxili boşluq oldu. Və davamlı olarsa, yəni insan hər daim tənha olarsa, özünə qapanarsa, heç bir səbəb olmadan insan depressiyaya, ümidsizliyə qədər gətirib çıxarar bu insanı. Sonda da nə olar? Çünki insan o qədər çox özünə qapararsa, o gerçəkliyi itirir, hətta öz dəyərini belə itirir. Biz heç vaxt, atalarda da belə bir xüsusiyyət var, heç bir vaxt səndən adam olmaz demə. Səndən heç bir şey də olacaq demə. İndiki dövrdə belə bir şey var, mən çox təəssüf eləyirəm, eyvallah. Uşaqları elm oxumağa məcbur eləyirlər. Öyrənməsən döyəcəm deyir. Öyrənməsən ac qalacaqsan deyir. Öyrənməsən insan olmayacaqsan deyir. Xeyr, elmi insanlara sevdirməlisən, elmi insanlara bəyəndirməlisən, elmi uşaqlara bəyəndirməlisən. Hətta mən belə bir şey də var, məsəl üçün, işığın yaradıcısı kim idi? Thomas Edison, lampanın yaradıcısı. Uşaqlıq vaxtlarında məktəbdən bir kağız gəlir buna. Anası da baxır, deyir ki, oğul deyir, səni çox bəyəniblər, belə deyək ki. Səni dəhşət bəyəniblər. Sən burada oxumamaqsa, sənin ağlın buradan da üstünə layiqdir. Yəni, sən bu yaşlarla oxuya bilmərsən. Sən çalışıb daha böyük yerlərdə oxuya bilərsən, deyir. Bundan sonra Thomas nə edir? Edison böyük şəxsiyyət olur, görürsünüz. Halbuki o zərfdə nə yazılmışdı?
O zərfdə bilirsinizmi nə yazılmışdı? O zərfdə sizin oğlunuz oxumur. Heç bir gələcək yoxdur yazılmışdı. Amma o ana oğluna onu oxutdurub onun şəxsiyyətini sındırmadı. Onda bir ümid gördü. Çünki qərb mütəfəkkirlərinin də belə bir sözü var ki, insanın ona yaxın istedadı var. O istedadı tapmalıdır. O istedadı tapmalıdır. Başa düşürsünüzmü? Deməli, birinci mən danışdım, mövzunun əhəmiyyəti haqqında danışdıq, özünə inam, bu mövzuyu başa düşmək üçün özümə inamı danışdıq. İkincisi, tənhalığın mahiyyəti haqqında danışdıq. İndi isə mən çox yormayım, dostlar da deyirlər ki, bir sazla çal, aşıq, bir bizdə dinləyə, feyziyab olaq. Ona görə də əziz və dəyərli izləyicilər, bir gözəl saz ifamızdan sonra inşallah niyə təkrardan biz sizin qarşınızda olacaq gəlsin saz ifamız.
Bəli, əziz və çox dəyərli izləyicilərimiz, ümid edirəm ki, bu gözəl saz ifamızdan sonra necə deyirlər, bu saz ifamız sizə xoş gəlmişdir və istəyirəm ki, mən mövzumuza qaldığımız yerdən davam edək. Yavaş-yavaş da sona doğru da yaxınlaşırıq, belə deyim. Və gözəl bir söz işlətdi ya. İstədim sizin də üzünüzdə bir təbəssüm yarası, yaxınlaşdım. Aha, nəysə. Allah həmişə nə versin deyə, Allah həmişə gülmək versin deyək. Üçüncü başlığımızı deyək. Üçüncü başlığımız təkamülün mahiyyəti. Ümumiyyətcə, təkamül nə deməkdir? Elmi dillə desək. Təkamül odur ki, təkamül insanın özünü dərk etmə və ruhunu saflaşdırma prosesinə nə deyildi? Təkamül deyildi. Dedim axı bayaq ağzımda. Təkamül nə idi? İnsanın özünü dərk etmə və ruhunu saflaşdırması prosesinə təkamül deyilir. İzahını belə verə bilərəm ki, təkamül sadəcə bilik toplamaq deyil. Yəni, hər hansısa bir kitabı oxumaq, hər hansısa bir kitabı mütaliə eləmək deyil. Daxili ahəngə çatmaq, mənəvi yüksəlişə nə deyilir? Təkamül deyilir. Bəli. Buna görə də mən bayaq da dedim, təkamülə biz misal olaraq verdik ki, təkamül sadəcə insanın özünü dərk etməsi və ruhun saflaşması prosesinə təkamül deyildi. Bu təkcə bilik toplamaq deyil, daxili ahəngə çatmaq və mənəvi yüksəlişdir. Ümumiyyətcə, təkamül şüurlu seçimə deyilir. Bax, mən burada elmi dillə deyirəm, bu danışıqlarım hamısı. Təkamül şüurlu seçimə deyilir. İnsan təklikdə qalmağı özü istər. Təklikdə qalmağı özü istəyir. İzahı belə verə bilərik ki, bu halda insan sükutu qorxulu saymaz, əksinə onu öz inkişafı üçün bir fürsət kimi neynir? Qəbul edir. Çünki, yəni belə baxanda özünə qapanmaq düzgün deyil. Nə mənada düzgün deyil? İnsan özünə qapansa hər zaman, mən bayaq dedim, özünə qapalıqlı olsan, sən depressiyaya, ümidsizliyə qərq ola bilərsən. Ona görə özümüzə çox qapanmamalıyıq. Bunu da biz nə etməliyik? Biz bunu da dərk etməliyik. Dediyimiz kimi, bu halda insan sükutu qorxulu saymaz, əksinə onu öz inkişafı üçün bir fürsət kimi qəbul edə bilər. Yəni, özünü anlayan başqalarını da anlayar. İzahını da belə verə bilərəm ki, öz nəfsini tanıyan insan qarşıdakıların da halına bələd olub, daha şəfqətli və bilikli olar. Yəni, qarşındakı şəxsi sən tanıya bilərsən. İlk öncə öz daxili aləminə, öz daxili potensialını bilməlisən. Ondan sonra qarşındakı şəxsləri haqqında sənin kifayət qədər nəyin ola bilər, sənin kifayət qədər mühimin ola bilər. Yəni, üçüncü başlığımızı mən istəyirəm qutarım, bugün versin də çox eləməyim. Dostlar da deyir ki, vaxt məhduddur. Deməli, nə dedi? Təkamülün mahiyyəti. Təkamül nə idi? Təkamül insanın özünü dərk etmə və ruhunu saflaşdırma prosesi idi. Təkamül sürlü seçimdir. İnsan təklikdə qalmağı özü istəyir. Niyə? Çünki bu halda insan sükutun qorxulu olduğunu saymaz, əksinə onu öz inkişafı üçün bir fürsət kimi qəbul eləyər. Yəni, hər daim öz daxili aləmimizə müraciət etməliyik və bizim nə qədər böyük bir dərinliyə malik olduğumuzu biz burada seçə bilərik. Bəli. Dördüncü başlığımız, əsas fərqlər. Tənhalıq, təkamül arasındakı oxşar və bir-birinə zidd olan fərqləri mən başlayacağım. Tənhalıq passivdir, baş verir. Təkamül aktivdir. Bu qısadır. Tənhalıq məqsədsizdir, təkamül məqsədlidir. Tənhalıq ruhda çöküntü yaradar, təkamül ruhda yüksəliş yaradar. Tənhalıq narahatlıq doğurar, təkamül nə edir? Təkamül sakitlik gətirər. Tənhalıq insanın
insan özünü itirər. İnsan özünü itirər tənhalıqda. Amma təkamül nəzəriyyəsi deyirik ki, təkamüldə isə insan özünü tapar. Yəni bu fərqli qavramlardır. Fərqləndirməyi bilməliyik. Bunun izahını da belə bilərik. Yəni bu müqayisə onu göstərdi ki, yəni bu müqayisədə biz bu nəticəyə gələ bilərik ki, təklik hər iki hal üçün ortaqdır. Lakin onu necə yaşadığı isə əsasdır. Yəni biz ona görə hər daim necə yaşamalı olduğumuzu bilməliyik, necə şəxsiyyət olduğumuzu bilməliyik və onu biz başa salmalıyıq. Beşincisi dini yanaşma. Beşinci qabiliyyətimiz dini yanaşmadır ki, dini yanaşmada da mən qısa bu haqda da deyinim. Yəni dinin bu mövzuya olan baxış bucağı, belə deyək, dinimizin bu mövzuda olan baxış bucağı da bundan ibarətdir ki, Quranda düşünənlər üçün ayələr vardır, deyir. Quranda yazılıb ki, düşünənlər üçün ayələr var. Yəni, izahını biz belə verə bilərik ki, bu insanın sükut içində düşünməyə təşviq olmasını göstərir. Sükut içində düşünməyə təşviq olunmasını istəyir. Ona görə daxili aləmdə insanın bir çox potensialları var. Ona görə qərb mütəfəkkirlərinin belə bir sözü var. Bayaq da dedim, qərb mütəfəkkirləri öz elmi yaradıcılıqlarında nə deyir? İnsanın daxilində ona yaxın qeyri-aşkar olan istedadlar var. O istedadları aşkar edib üzə çıxartsa, bu zaman insan daxili aləmini də tam dərindən tanımış olar. Bildikmi? Bunu bildik. Məsəl üçün, Həzrəti Muhammed əleyhissalam vəhyə qədər dağa çəkilərək səssizlik içində dua eləyirdi. Yəni, bu nədir? İzahı isə bu təkamül üçün tənhalığın necə bir vasitə olduğunu göstərir. Təkamülün nə olduğunu göstərir. Təkamül nə idi? Təkrar eləyirəm. İnşallah ki, bu canlı yayım, bu veriliş, İnşallah ki, sizlər üçün də uğurlu olar. Yəni, təkamül nə idi? Qeyd eləyirik. Burada mən nə oxudum? Oxuduq ki, Peyğəmbər belə vəhy ilə dağa çəkilərək səssizlik içində dua eləyirdi. Niyə dua eləyirdi? Bu təkamül üçün tənhalığın necə bir vasitə olduğunu göstərir. Bunu bilmək üçün təkrardan biz təkamülün nə olduğunu bilməliyik. Təkamül insanın özünü dərk etmə və ruhun saflaşdırılması prosesinə deyilirdi. Tənhalığı isə biz davamlı şəkildə tənhalığın əslində insan üçün çox ziyanları da var, belə deyək. Amma bir növdən sonra onun üçün çox xeyirli olduğunu bildirirdi. Başa düşürsünüzmü? Bəli, biz bunu başa düşdük. İndi isə gəlin, bir digəri isə buydu ki, Həzrət Muhammed əleyhissalamın vəhyə qədər dağa çəkilməsi, səssizlik içində dua etməsi də nə idi? Bu təkamül üçün tənhalığın necə bir vasitə olduğunu göstərirdi. Cümlə, yəni Musa Peyğəmbər, İsa Peyğəmbər, İbrahim Peyğəmbər kimi Peyğəmbərlər də tək başlarına həqiqətə çatmağa çalışırdılar. Bu nizahını da belə verə bilərik ki, dini şəxsiyyətlərin həyatında təklik mənəvi yüksəlişə aparan əsas mərhələ kimi qəbul edilir. Bu da bizim dini yanaşmamız idi. Altıncı başlığımız da buydu ki, biz bilirsiniz ki, 5 başlıqla danışdıq. Birincisi oydu ki, mövzunun əhəmiyyəti. Yəni, bizim bugünkü mövzumuz nədir? Tənhalıqla təkamül arasındakı fərq haqqında danışdıq. Birinci girişimizin mövzusu nə idi? Mövzunun əhəmiyyəti haqqında danışdıq. İkinci, tənhalığın mahiyyəti haqqında danışdıq. Üçüncü, təkamülün mahiyyəti haqqında danışdıq. Dördüncü, bunlar arasındakı əsas fərqlər haqqında danışdıq. Beşinci, dini yanaşma. Altıncı baxışımız isə burada fəlsəfi baxışdır. Fəlsəfi baxışlar haqqında da bunu deyə bilərik ki, fəlsəfi baxışımız da bundan ibarətdir ki, fəlsəfi baxışımız, Fəlsəfi baxışımız Aristotel, tanıyarsınız.
dahi Yunan filosoflarından olmuş və Platonun şagirdi və həmçinin metafizika fəlsəfi baxışının banilərindən biri kimi sayılırdı. Daha sonra o yolu davam etdirən şəxslər kim idi? İbn Sina. İbn Sina'dan sonra, İbn Sina'dan əvvəl biz necə deyərlər? İbn Sina idi məsəl üçün. İbn Sina'dan əvvəl Platon idi, Aristotelin elə özü idi. Daha sonra Şəhabəddin Yəhya Sührəvərdi. Bu biraz işrak fəlsəfəsi ilə gedirdi. Elə bir ki, daxili nur, elə müəllim bəy, keçən verilişdə mən bu haqda danışmışdım. Keçən verilişdə mən bu haqda danışmışdım. Orayla əlaqə qura bilərlər. İndi nəyə görə deyirəm? Aristotel nə deyir? Deyir ki, insan düşünmədən yaşaya bilməz. İnsanla heyvan, məsəl üçün metafizikada nə buyurulur? Baxın, mənim yadıma gələn kitabda nə yazılıb? Deyir ki, insan ilə heyvan arasındakı əsas fərq nədir? İnsanda hissi qavrayış qabiliyyətinə malik olması və insan düşüncəsinin formalaşması insan ilə heyvan arasındakı ən əsaslı fərq kimi göstərə bilərik. Aristotel nə dedi? İnsan düşünmədən yaşaya bilməz. Bunun izahını mən belə verə bilərəm. Bu fikir insanın təkcə maddi deyil, maddi cəhətdən deyil, mənəvi, intellektual yönünü də yaşatmasının vacibliyini göstərir. Mənəvi, intellektualla. Misal üçün, Şəhabəddin Yəhya Sührəvərdi nə deyir? Deyirdi ki, təklik Nur şəhərindən gedən yoldur. Təklik Nur şəhərindən gedən yoldur. Yəni, izahı da belə verə bilərik ki, ruhun aydınlanması, mənəvi yüksəliş yalnız səssizlik və təfəkkürlə mümkündür. İnsan özünə vaxt ayırmalıdır. İnsan özünü bilməlidir. Hətta mən istəyirəm ki, qutarram, dost, qardaşım, qutarram. Rumi də nə deyirdi? Səssizlikdə Allahın səsi var. Həqiqi bilik və yaxınlıq bəzən səsdə deyil, səssizlikdə tapılır. Bilməliyik. 2 dənə rəvayət danışım, saz da çalım inşallah ki, bizi izləyənlərdən də biz minnətdarlığımızı bildiririk. 2 dənə mən rəvayət haqqında danışıram, ondan sonra saz ifamıza keçirəm inşallah. Dini bir rəvayətdir, İbrahim Peyğəmbərin ulduzlarla təkliyi. Bir rəvayətə görə bu rəvayətdir indi. Bir rəvayətə görə Həzrəti İbrahim əleyhissalam hələ uşaqkən bütpərəst bir toplumda yaşayırdı. O dövrdə hər kəs göydəki ulduzları ay və günəşə tapınırdı. Hər axşam bir ulduza baxırdı və deyirdi, budur, bu mənim Rəbbimdir. Cahiliyyət dövrü kimi. Amma ulduz batanda batıb yox olan mənim Rəbbim ola bilməz deyirdi. Ay çıxanda yenə ona baxırdı, bəlkə bu mənim Rəbbimdir. Ay batanda da onu inkar eləyirdi. İnkar eləyirdi. Nəhayət günəş doğdu. Bu daha böyükdür, bu ola bilər dedi. Amma daha sonra həmən günəş batdıqdan sonra deyir ki, indi o cahiliyyə dönəmi deyirik, cahiliyyə dövrü. Bu deyir ki, bu mənim Rəbbim ola bilməz. Niyə? Çıxanda bu bizim bütümüzdür, Rəbbimizdir deyirdi. Bu batanda yox, ola bilməz deyirdi. İbrahim Peyğəmbər nə deyir? İbrahim Peyğəmbər burada, mən batıb yox olanı sevmirəm deyir. Yəni burada, bu misaldakı bizim əsas çıxarışımız nədir? Bu tənhalıq anları onun təkamül anıları idi. Çünki o xalqdan uzaq duraraq, göyə baxaraq, təfəkkür edərək, kainatı düşünərək öz Rəbbini haqqı tapdı o. Təkliyə çəkildi. Lakin təklin içində Allahla görüşə getdi. Başa düşürükmü? Bu belə, yəni təkliyi haqqında, özünə inam, özünü dərk etmə. İkinci Həzrət Məhəmmədin Hira mağarasında, əleyhissalatu vəssalam, Hira mağarasındakı təkliyi haqqındaydı. Peyğəmbər 40 yaşına qədər cəmiyyətin içindəki haqsızlıqlardan narahat idi. Qəlbi insanlara deyil, haqqa yönəndirmişdi. İnsanların aldatması, zülmü, cahiliyi onun ağırlıq verirdi. O insanlara deyil, Allahla danışmaq istəyirdi. Bu səbəbdən tez-tez Məkkədən uzaqlaşıb Hira mağarasına çəkilirdi. Dağın başında tək səssiz təvazökar, orada gecə-gündüz düşünər ki, mütəfəkkirləri əsl insanlardan da ayırt edən cəhət də bu idi. O səssizlikdə heç kim olmadan Allahın ilk vəhi oxu
sözünü eşitdi. Demək ki, təklik doğru yaşanması insanı peyğəmbərlik məqamına belə yaxınlaşdıra bilər. Ona görə biz hər daim bugünkü mövzumuzdan nə başa düşdük? Tənha ilə təkamül haqqındakı mövzumuz nə oldu? Hamısı əhatəli şəkildə biz bugün danışdıq. Ona görə istəyirəm, heç uzatmadan mən saza da keçim. Bir saz çalım. Bir saz da çalım. İstəyirəm ki, bugünkü verilişimizi, bugünkü dərsimizin sonuna gələk inşallah. Çox təşəkkür edirəm, minnətdaram hər birinizə. Allah razı olsun diləyirik. İnşallah ki, bugünkü mövzumuzu da, bugünkü verilişimizi, dərsimizi də burada istəyirəm ki, yavaş-yavaş sonlandıraq.
Deməli, nəticəmiz haqqında mən danışım. Nəticəmiz nə oldu? Elə bil ki, bugün nəticə olaraq mən yalnız, baxın, bu sözləri deyəcəm. Bu sözlərdən sonra inşallah ki, mən istəyirəm ki, qutaram. Nəticəmiz oldu ki, təklikdən qorxmayaq. Onunla necə davranacağımızı bilək. Təkliklə necə davranacağımızı bilək. Çünki çox içinə qapanmaq da bir şey deyil. Çünki bayaq dedim, çox içinə qapanmaq da insanı cəmiyyətdən uzaqlaşdırır və onu hətta depressiya və ümidsizliyə qədər də apara bilər. Ona görə təkrar edirəm, təklikdən qorxmayaq, onunla necə davranacağımızı öyrənək. İzahı da bu ola bilər ki, təklik səni gücləndirə bilər. Səni zəifləndirə də bilər, gücləndirə də bilər. Burada əsas bizim eləyəcəyimiz məqam bu sənin seçiminə bağlıdır. Sənə. Hər böyük şəxs bir zamanlar tək idi. Lakin o təklik qabağına qoyulan bir məqsəd. Çünki insan hədəf təyin etməlidir və o hədəf ilə irəliləməlidir. Və bununla da mən bugünkü proqramı qutarıram. İnşallah ki, hər birinizi keçmiş, deyəsən başlanğıcda yadımdan çıxdı, məni üzrü sayın. Keçmiş Qurban Bayramı münasibəti ilə mən hər birinizi təbrik edirəm. Belə gözəl bayramlar təkrardan görmək ümidi ilə deyirəm. Özünüzə yaxşı baxın, sağlam olun, sağlam yaşayın. Gələcək verilişlərimizə qədər, görüşənə qədər sağ olun, salamat qalın, özünüzə yaxşı baxın.